Aslanın mükafatı. Qədim zamanlarda böyük bir orman var idi. Bu ormana bir aslan xaqanlıq edərdi. O üzü ormana baxan bir mağarada yaşayırdı. Günlərin birində aslan yuxudan oyanıb ormanı gəzməyə çıxdı. Aslan tarlalara, bağçalara, heyvanlara baxdı. Öz-özünə belə dedi ki, bu heyvanların hamısı mənim əmrim altındadır. Bu könüllümü, yoxsa məndən qorxduqları üçündür? Aslanın mükafatı Dənizsim Yayım evində nəşr olubdu və 7 yaşdan yuxarı uşaqlar üçün münasibdir. Analar, atalar, bu kitabı və başqa uşaq kitablarını barışsəsi.com-dan istəyin.